Salam uşaqlar, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə sizə törəmənin həndəsi mənası və toxunanın tənliyi mövzusunu izah edəcəyəm. Mövzunun izahına keçməzdən əvvəl isə gəlin düz xəttin tənliyi və bəzi xassələrini qısa şəkildə xatırlayaq. Birinci, düz xəttin tənliyi ümumi formada bilirik ki, y bərabərdir kx plus b formasında verilir. Burada k bucaq əmsalı, B isə sərbəst həddir. Biz bilirik ki, K düz xəttin meylini göstərir və belə təyin olunur. K bərabərdir tangens alfa. Yəni, düz xətt absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın tangensinə bərabərdir. Əgər K sıfırdan böyük olarsa, düz xətt artandır. K sıfırdan kiçik olarsa, düz xətt azalandır. Yox, əgər K sıfıra bərabər olarsa, düz xətt sabitdir. Biz bunu qrafikdə göstərsək, məsələn, x, y, bu K sıfırdan böyük şərtidir. B variantında bu x, y, bu da K sıfırdan kiçik şərtidir. Burada da K sıfıra bərabər şərtidir. İndi ola bilsin ki, K sıfıra bərabər olanda B müsbətsə absis oxundan yuxarıda, B mənfidirsə absis oxundan aşağıda yerləşsin. Yəni, K-nın sıfır qiymətində funksiyanın qrafiki absis oxuna paralel olur. Əgər bizə desə ki, funksiyanın qrafiki düz xəttin tənliyə və yaxud da ki, düz xətt absis oxuna paraleldirsə, deməli biz onda K-nı sıfıra bərabər götürürük. Bir də bizə lazım olacaq xassələrdən biri bir nöqtədən keçən düz xəttin tənliyi. Məsələn, bu bir dənə düz xəttdir, bu da A nöqtəsidir. A nöqtəsinin koordinatları x0, y0-dır. İndi bizə bir nöqtədən keçən düz xəttin tənliyi düsturu lazımdır. O da K bərabərdir. Y çıxaq y0, x çıxaq x0 düsturundan tapılır. Çarpaz vursaq y çıxaq y0, K vuraq x çıxaq x0. Bu olur bir nöqtədən keçən düz xəttin tənliyi. Nöqtədə bu A nöqtəsidir. İndi keçək ikinci başlığa törəmənin həndəsi mənası. Törəmənin həndəsi mənası deyəndə nə başa düşülür? Baxın uşaqlar, hər hansı bir funksiya götürək. Fərqi yoxdur. Tutaq ki, bir parabola götürək. Bu x-dir, bu da y-dir. Bir dənə parabola götürdük. Parabola üzərində hər hansı bir A nöqtəsi götürək. Və həmin A nöqtəsində, yalnız A nöqtəsində toxunan bir düz xətt çəkək. Həmin bu çəkdiyimiz düz xətt bu funksiyanın toxunanı olur. Biz bu funksiyaya fx funksiyası desək, fx0. Həmin bunların toxunduğu nöqtənin koordinatlarını da x0, y0 götürə bilərik. Və burada deyə bilərik ki, fx funksiyasının qrafikinə x0 nöqtəsində çəkilən toxunanın bucaq əmsalı elə funksiyanın törəməsinin həmin nöqtədəki qiymətinə bərabərdir. Yəni, bu düz xəttin bucaq əmsalı k-dır. Bu funksiyanın həmin nöqtədəki törəməsinə, yəni f'(x0)-a bərabərdir. Biz də düz xəttin tənliyində demişdik ki, k tangens alfaya bərabərdir. Ona görə buradan da bu bərabəri ala bilərik ki, o da bərabərdir tangens alfaya. Bu oldu törəmənin həndəsi mənası. Bəs indi toxunanın tənliyi nədir? Gəlin ona da baxaq, üçüncü başlıq. Biz düz xəttin tənliyini izah edərkən orada dedik ki, bir nöqtədən keçən düz xəttin tənliyi var. Bu da toxunan düz xəttdir və burada A nöqtəsindən keçibdir.
Ona görə bir nöqtədən keçən düz xəttin tənliyi dedik k bərabərdir. Y çıxaq y0 bölək x çıxaq x0-a. Bunu da çarpaz vursaq y çıxaq y0 bərabərdir k vuraq x çıxaq x0-a. Bu A nöqtəsi deməli x0-ın deməli A nöqtəsinin koordinatları x0 və y0-dır. Yəni biz elə buradan y0-ı fx0-a bərabər götürə bilərik. Eyni ortaq nöqtədir. Y0 fx0 ilə əvəz etsək olur y çıxaq fx0 bərabərdir k vuraq. K-nı da özünü yazmayaq. K-nın yerinə f'(x0) yaza bilərik. Dəqiqəm. K-nın da yerinə yazırıq f'(x0) vuraq x çıxaq x0. Buradan da y-i tapsaq olur fx0 üstə gələk f'(x0) vuraq x çıxaq x0. Bu düstur bizdə olur toxunanın tənliyi, yəni bu düz xəttin tənliyi. Toxunanın tənliyi düsturu. Biz tapşırıqlar işləyəndə bu iki düsturdan istifadə edəcəyik. Bir bu, digər isə bu. Mövzu izahı bu qədər. Tapşırıqların izahını növbəti videoda yerləşdirəcəm. Sağ olun, salamat qalın.